Axşamınız xeyir olsun, salamla müəlliminizi. İlk öncə mən azarkeşlərə təşəkkür etmək istəyirəm ki, bugün stadionu tam demək doldurmuşdular və sanki Çempionlar Liqasının oyundaydılar, hansı ki o əhval-ruhiyyə var idi onlarda və həmin ilk oyundan biz başa düşdük ki, biz çox məsuliyyətli olmalıyıq və azarkeşlərin bizdən gözləntisi çoxdur. Məncə bu həm bizə məsuliyyət verdi, həm də əlavə motivasiya verdi. Mən elə oyundan sonra elə soyunma geyinmə otağında futbolçularıma da bunu bildirdim və hər birinə çox-çox təşəkkür edirəm. Və futbolçularımı təbrik edirəm. Bəli, ilk oyun idi. Qalibiyyət vacib idi. Buna baxmayaraq biraz narahatçılığım var idi ümumi oyun planında. Çünki komandada bugünkü üçüncü balans həddindən artıq çoxdur. Biraz həm yeni futbolçular, həm bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. Amma ümumən belə düzdür, sonlara yaxın ikinci hissənin ortalarında hardasa biraz yorğunluq hiss olundu. Amma sonra get-gedə bəzi dəyişikliklərdən sonra oyun daha da dinamikası qalxmağa başladı. Və belə də sonunda şükürlər olsun Allaha 3-0 qalibiyyət əldə elədik və çox yaxşı müdafiə olunan bir komanda var idi. Hansı ki, bir-birini düzgün sığortalayan, ümumiyyətcə belə indi məşqçilərdən biri ilə danışırdıq. Bizim analiz listələrini verdi. Bu qədər analiz listələri var idi ki, çox yaxşı analiz eləmişdilər bizi. Və belə hesab yəni 2-0 belə deyək, yəni göstərdi ki, yəni sonda vurduq üçüncü qolu. Biz cavab oyununa çox məsuliyyətli olmalıyıq və indidən biz hazırlığımızı daha da yaxşılaşdırmalıyıq. İnanıram ki, bu oyunun belə biraz gərgin keçməsi bizim xeyrimizə olacaq. Biraz top siklərdə oldu, amma ümumi belə orqanizasiya, oyun orqanizasiyası pis deyil idi. Və belə də təbii ki, futbolçularımı və eləcə də həm bir daha sabahı, eləcə də Zirəni təbrik edirəm və çox yaxşı qalibiyyət. Hər iki komanda və bizim əmsallar, xallarımızın ümumiyyətcə belə deyək, çoxalır, hansı ki xallar və bu çox vacib ümumiyyətcə ölkə reytingi üçün. Və hər bir komandamıza da əlbəttə ki, uğurlar arzulayıram, bu qədər. Buyurun, suallara keçə bilərik. Mənim sualım var, buyurun. Montiyerin kənarda qalması zərbəyə görə Yox, zədəyə görə deyil idi. Biraz bizim futbolçuların hamısını yəni oyun iştirakçısı sala bilmirik. Yəni bu oyun bəzi futbolçularımız kənarda qaldısa və ola bilər gələn oyun, gələn tur deyək də, yəni bu inşallah bu oyunun iki oyunun qalibi olsa və digər oyunda ola bilər ki, hansı bir dəyişikliklər olsun, başqa bir futbolçu kənarda qalsın. Yəni digərləri 20-lükdə olsun, iştirak dərəcəsində olsun və belə zədə ilə bağlı deyil idi. Hansı mövqelərdə real aktiv çalışmalı Belə hal-hazırda qapıçı mövqesindən başqa digər mövqelərdə belə axtarırıq, yəni danışıqlar gedir. Buyurun. Təbii ki, münasibətlər. Söhbət transferlərdə düşmüşkən, zaman-zaman Qarabağ sabiq futbolçularını geri qaytarır. Hal-hazırda Yasin Benzə və Julio Romo alıda getdi. Onların bir geri dönüşü baş verə bilərmi? Mövqelərində çox futbolçu var, əsasən də Romanın, amma Benzənin geri qayıtışı, bu iki futbolçudan biri düşünürsünüz. Bildiyim qədər Romo deyəsən müqavilə bağlayıb ya danışıb, razılaşıblar deyəsən. Rusiya klubu ilə ayrılıb, amma bildiyim qədəri başqa komanda razılaşıblar. Amma Benzə ilə bağlı hələ belə bir fikrimiz olmamışdı. Buyurun. Bugün oyun çok futbol ve bunu mesela nöbetli maçta cevabında en iskemlerini istifade edeceksiniz yoksa eksperimentler edeceksiniz heyetler olur. Bir de bugün mesela Skandinav'da 55 yıl var, genç futbolcu. Ona bağlı planlarınız var mı? Bu turnirde diğer genç futbolcuları akademilerin celp etmeyi planlıyorsunuz? Ümumiyyətcə bu
ilk oyunlar bütün elə bir o qədər biz diqqətli olmalıyıq ki, həm bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq və bəzi futbolçuları həddindən artıq yüklənməyə qoymalı deyilik. Biz bəzi rotasiyaları eləməliyik, amma cavab oyunda hansı bir rotasiya edəcəyikmi, etməyəcəyikmi bugün sizə tam cavab verə bilməyəcəm. Çünki qarşıda bizim hələ bir 5 hazırlıq günümüz olacaq. O günlərdə futbolçuların ümumi hazırlığına baxacağıq ki, orada hansısa bir oyuncu ilə bağlı hansısa bir problem olmasın. Qaldı Əli Bəşirova. Əli Bəşirov demək olar ki, elə bizim ilk hazırlıq gündən Avstriyada, hətta burada bizi yığışandan bizimlədir və ona inşallah maksimum şərait yaradacağıq ki, kollektivin içində tam olsun və imkan olduqca ola bilər bu oyunlarda, ola bilər çempionatda şərait yaradaq. Çünki çox qabiliyyətli, çox bacarıqlı futbolçudur, istedadı var və biz maksimum çalışırıq ki, onu indidən bu atmosferə öyrəşdirməyə, uyğunlaşdırmağa, indidən bu məsuliyyəti dərk etməyə, ən azından oynamasa belə onun bu kollektivin içində olmaq, bu məsuliyyəti hiss eləmək, ümumiyyətcə bu həm tapşırıqları, həm tələbləri görmək onun üçün böyük bir təcrübə olacaq. Belə maksimum çalışacaq ki, onun ümumi futbolçu kimi inkişafına böyük kömək eləyək. Başqa digər gənclər də düzdür, sayıları azdır, amma biz hər bir gənc üçün şərait yaradırıq maksimum. Belə imkan olduqca şərait yaradacağıq. Orxan buyur. Mən təbrik edirəm, Motor nədə olardı. Bir dəfə belə bir komandaya qayıtması, onun üçün başqa klublara transferinin baş tutulması ilə əlaqədardır, yoxsa idarənin onun yenidən görəndə bağışlaması? Yəni başqa klublara transfer olunsaydı, yəni alınsaydı transferi biz yox deməyəcəkdik. Ümumi belə qayıtdı. Yəni məncə çox da geniş bir məlumat verməyə ehtiyac yoxdur. Ümumi bəzi görüşlər oldu. Biz istəməliyik ki, hansısa bir futbolçumuz fərqi yoxdur, istər Azərbaycanlı olsun, istər qeyri-Azərbaycanlı olsun, futboldan kənar qalsın, amma hər bir halda qayda qanun var, ona hamımız əməl eləməliyik və lazımi anda, lazım olanda hansısa bir lazım olsa sərt reaksiyalar da verməliyik. Amma ümumən belə biraz bəzi görüşlərimiz oldu və belə də qayıtdı. Buyur Murat. Təbii ki, Zakarya transferində istəyirəm. Xüsusilə Zakarya Salo barədə soruşmaq istəyirəm performans barədə. Çünki doğrudan da həm pressing mənasında, həm yarı müdafiə ilə bağlantı qurmaqda, həm də hava toplarda çox möhtəşəm oyun keçirdi. Düzdür, Kamil Duranda çox möhtəşəm futbolçuydu, amma Zakarya Salo sanki əsl 9 nömrə kimi çox gözəl performans göstərdi. Siz necə dəyərləndirdiniz? Ümumən biraz fərqli futbolçulardır. Kamil Duranın öz özəllikləri var idi, Savonun öz özəllikləri var. Ümumiyyətcə belə qabaritdə futbolçulara bugün ehtiyac var. Ümumən, yəni bugün hələ onun tam ideal forması deyil. Əlbəttə ki, özlərinə də çox çalışmalıdır. Hansısa bir elementlərdə belə deyək daha yaxşıdır, amma hansındasa belə çatışmazlıqlar var. Onu da inşallah zaman-zaman aradan qaldıracağıq. Amma Kamil Duran da onun özünə xas belə deyək bir keyfiyyətləri var idi. Ondan da biz maksimum istifadə edirdik. O da olsa pis olmaz idi, amma belə hər ikisindən yəni belə deyək razı idim. Buyuruzlar. Mən də gəldim təbii ki, önəmli oyunlarda razıyam. Bu gün səhər-səhərdən etibarən Miguel Silvanın da gedəcəyi barədə xəbərlər var. Bu nə dərəcədə olur? Konkret bir təklif var mı? Miguel Silva'ya və oyunlarda artıq görməyə bilərik Miguel Silva'nı? Yox, inşallah bizlə olacaq, amma hansısa bir təkliflər, belə yüngül maraqlananlar var idi. Belə inşallah bizimlə olacaq. Buyur Azim. Təbriklər Növbəcanlıqda. Əli Bəşirovdan danışdıq. Bugün qəzəlində Fransa komandası baxışa dəvət eləmişdir və mənim bildiyimə görə qeyri-rəsmi təkliflər də var. Ona
onun üçün ən yaxşısını etməyə çalışacağıq. Əgər həqiqətən onun üçün faydalı bir təklif olarsa, yəni onun gələcəyi üçün faydalı bir yerdən, faydalı bir, yaxşı bir komandadan təklif olarsa, yəni biz klub olaraq mane olmayacağıq. Amma ümumən bəlkə də burada qalmağı daha xeyirli olacaq. Hər bir halda gəncdir və onun gələcəyi üçün ən yaxşısı nədirsə biz onu etmək, yəni bizim belə deyək də borcumuzdur. Sizdən son zamanlar ondan media çox yazdı və təşkillər barədə və yenə də davam edir. Sizcə komandanın belə deyək, rəhbəri olaraq onun bu gələcək kariyerasına mənfi təsir göstərə bilərmi? Əli Bəşirovun mu? Mən komandanın rəhbəri deyiləm, komandanın baş məşqçisiyəm. İnanmıram, yox. Yəni belə, yəni o İnanmıram onda belə bir fikir olsun. Biraz fərqli uşaqdır, belə fərqli özünə xas, belə deyək də, xasiyyəti var, özünə xas bir yaşam tərzi var. İnşallah ona elə bir, onun gələcəyi üçün inanmıram ki, problem olsun. Çünki həm ailəsində bildiyim qədəri belə onunla çox ciddi ünsiyyət qururlar, həm bizim klubda, yəni onunla hamı belə də öz övladı kimi davranır və inanmıram ki, belə hal-hazırda belə bir fikir, düşüncə onda olsun, amma əlbəttə ki, yenə deyirəm ki, yaxşı, əgər nə yaxşıdırsa biz onu etməyə, onun gələcəyi üçün çalışacağıq. Başqa sualınız yoxdursa çox sağ olun. Təşəkkürlər. Sağ olun.